Elə seçmişdi onu. Elə bəzən həyatın özünün də diktələri olur. Nə yaxşı bilirsiniz, anırsınız da. Onun da qəribə öz iş metodları var. Ha vaxt bəs bizi qoyacaqlar, biz də gələk. Mən çox maraqlı adamlarla işləmişdim. Salam əziz izləyicilər, bizimkilər proqramında xoş gördük. Qonağımız tanınmış tənqidçi, tərcüməçi, Azərbaycan jurnalının baş redaktoru, əməkdar incəsənət xadimi İntiqam Qasımzadə. İnanıram ki, söhbətimiz maraqlı olacaq, bizimlə qalın. Salam İntiqam mənim, xoş gördük. Aleykümselam. Nə var, nə yox, necəsiz? Çox sağ olun, yaxşıyam. Ondan başlayaq ki, Azərbaycan jurnalı ölkəmizin ən demək olar qədim jurnallarından biridir. Gələn il inşallah, ilin əvvəlində 100 yaşı tamam olacaq. Əvvəl özdə bu İnqilab və Mədəniyyət adı ilə başlayıb. Maarif və mədəniyyətlə başlayıb. İndi o lazım gəlsə mən biraz xatırladaram tarixi. İlk baş redaktoru da o dövrdə redaktora deyirdilər. Tağış Şahbazi Çimurqoğlu. Siz sadəcə 20-ci Mən 20-ci redaktorsınuz. Nə yaxşı bilirsiniz, anırsınız. Biz təbii ki, deyir o hazırlıqlı gəlirik və ən uzun müddətli də redaktoru bu jurnalın, Allah ömür versin, sizsiniz. Çox sağ olun. Artıq 25 ildir jurnalı rəhbər edirsiniz, amma jurnaldakı fəaliyyətiniz bütövlükdə artıq yarım əsrə yaxındır. 46 ildir. Bəli. Düz 46 Sizin ildir. əmək fəaliyyətinizin ən böyük hissəsi burada keçib. Yəni ondan əvvəl 7 ildə kinostudiyada, başqa kinostudiyada biraz da əvvəl siz elmi fəaliyyətlə məşğul olmalısınız. Amma sonra o işi bir növ demək olar yarımçıq qoyub özünüzü tam ədəb yaradıcılığa həsr eləmişsiniz. Sevgi belə şeydir. Məhəbbət belədir. İnsanı hara yönəldir, insan mütləq ora gedir. Yəni mən demək istəmirəm ki, mənim kinoya sevgim yox idi və yaxud mənim elmi işə məhəbbətim yox idi, sevgim, istəyim yox idi daha doğrusu. Bunlar var idi, təbii, bunlar heç biri mən könlüm istəməyən işin dalınca çox getməmişəm. Amma elə bəzən həyatın özünün də diktələri olur, görürsən, səni yönəldir. Sən bəlkə də istəməzdin, amma belə olur. İndi gərək o axarı tutub gedə biləsən. Mənim ona görə bax belə. Amma mənə elə gəlir ki, bir insan ömrü üçün cəmi 2 iş yeri, ona görə ki, aspirantura mən bir təhsil kimi sayılır. 2 iş yeri bu çox azdır və mən ümumiyyətlə çox qonan quşlardan bu ağacdan, o ağaca, o ağacdan bu ağaca qonan quşları da xoşlamıram, özüm də o quşlardan deyiləm. Yəni bu özü də yəqin sizin bir insan kimi sədaqətli adam olmanızdan xəbər verir. Yəqin belə bir şeyə bağlandınız, orada da qalırsınız. Yəqin şəxsi həyatınızda da biləsiniz, dost seçimində də biləsiniz. Bu ziyanı da olur, mən sizə deyim şey. Ziyanı olur ona görə ki, insan gərək biraz da çevik olsun. Bilirsən, bəzən biz söhbət edərik sizinlə gələcəkdə. İnsan gərək bəzən çevik olsun, lazım gələndə çönüb gedə bilsin. Nəyisə arxada buraxsın. Amma mən onu buraxa bilmirəm. Mən çəkdiyim zəhmətim yarımçıq qoyub harasa getmək mənim üçün ən dəhşətli bir işdir. Təsəvvür edin, mən Azərbaycan jurnalına gələndə, öyle bunu dedim ki, Cəlal Məmmədov vaxtında gəldi. Mən Cəlal Məmmədov getmişdi, baş redaktor yox idi. Var idi, redaktoru əvəz edən katiblərdən biri o vaxt Hüseyin Abbaszadə, rəhmətli. O, Azərbaycan Yazıçılar Birliyinin katiblərindən biri idi o dövr və ona da havalı olunmuşdu ki, o 1 il ərzində təxminən o əvəz elədi və biz o ilə işlədik. Təcrübəli redaktor idi, vaxtilə ədəbiyyat qəzetinin redaktoru olmuşdu. Yəni, daha doğrusu o dövrdə ədəbiyyat və incəsənət jurnalistikanı, mətbuatı bilən adam idi. Ona görə də elə ona tapşırmışdılar. Onun da qəribə öz iş metodları var idi. Onda mən gəldim bura jurnala. Gələndə mənə birinci Qabil İmanver deyir. Mənə belə bir sözdür burada, yazıçılar xarında rast gəldik. Ama mənim atamı tanıyırım da. Mənim atımız var. Mən böyük Qasımzadənin oğluyam. Mənim atam çox gənc vəfat edib. 41 yaşında. Mən o atam da bax bu Azərbaycan jurnalında işləyib. Vəfat eləyəndə də burada poeziya şöbəsinin müdürü olub.
O da atamı tanıyırdı. Mən o vaxt gənc şair olublar. Mənim atam o gənc şairlərə böyük qayğı göstərib falan. Müharibə iştirakçısı idi. Baxmayaraq 41 yaşı var idi, amma çox yetkin bir insan idi. Elə bir çox saqqal idi. O Qabil dedi ki, İntiqam, sən çox yaxşı idi. O əvvəldən biz tanış idik oyuna. Tanışdığımız var idi də. Bir yazışı, atam. Mən bu mühitə yaxın adamım. Dedi ki, çox yaxşı gəlmişsən bura. Sənin yerin bax buradır. Öz atamın işlədiyi yer, özün ədəbiyyatçı, tənqidçi, tərcüməçi. Yəni kinostudiyası bura münasib. Burada dedi, ədəbiyyatı, o kinosu adını çəkmədi. Dedi, burada ədəbiyyatı qaynar qazanıdır. Bax, bu qazan içindir. Dedi, buradan qaçıb eləmə, heç yana getmə. Bura sənin yerindir, sədaqətlə qal, işlə bu işləsən. Bura sənin elə bir boyuna biçilir. Mən də belə çıxdı ki, Qabilin vəsiyyətinə əməl edirəm də bu günə kimi. Özdə pillə-pillə vəzifələrin hamısını bir dəfə ədəbi işçi kimi başlamış. Bir dəfə bir yoldaş, bir nəticə deyir, təxminən 15-20 il bundan əvvəlini söhbət edir. Gəldi belə əlin qoydu qapının da yandı belə arasında. Qayıtdı ki, ha vaxt bəs bizi qoyacaqlar, biz də gələk, baş redaktor olaq. Dedim, ki, mən baş redaktor qoymayıblar. Mən baş redaktor olmaq üçün pillə-pillə qalxmışam. Mən ədəbi işçi gəlmişəm bura. Sonra olmuşam şöbə müdürü. Sonra olmuşam məhsul katibi. Sonra olmuşam baş redaktorun mavini. Sonra da olmuşam baş redaktor. İndi baş redaktoru da bir yaxşı qeyd elədim ki, Şahbazı redaktor baş redaktor anlayışı yox idi. Bu baş redaktor görünür bunu şöhrətpərəstlər xoşlayırlar bu sözü. Baş katib Sovetin axırından çıxdı. Nəsə o baş partiya orqanlarından zaten gələn bir şeydir. Baş katib, baş nə bilim nə. O da Komünist qəzetində redaktor. Redaktor idi. Və əslində də bu redaktordur. Bir dəfə Əkrəm müəllifçi mənə dedi ki, mən bir işçiyə, mən məhsul katib idim onda, işçiyə vəsiqə yazırdım, yazdım ki, redaktor. Vəzifəsi redaktor. Qayıtdı ki, redaktorum mənəm burada, bu kimdir redaktor olsun? Dedim ki, bu redaktordur, sən baş redaktorsan. Dedim, mən hələ şey zar bilmirəm, ona yaz ədəbi işçi, o gələn təzə işçiyə. Mən burada redaktor, bir dənə olar da mənəm. Çox da düz deyirdi. İndi yəqin elə mən də redaktoram. Bu yaxşıdır. Sadə, aydın, təmiz. Siz kinostudiyada işlədiyiniz illərdə bir çox məşhur filmlərin redaktor olmuşsunuz. Çox, gözəl filmlər, çox eləyirəm onlarla. Nəsimi, Yeddoğlu İstərəm, Sirkan Sərgüzəşləri də Gün keçdi, Şərikli Çörək, sonra Axırıncı Aşırım. Çoxdur o filmlər. Mənim 19 filmim var. Demək olar ki, biri-birindən, sonra əsas müsahibə, Glavni intervyu Rusçası idi. Parolun qızları da deyəsən. O da mənəm orada. Yəni bu filmlərin sayı çoxdur. Bir də senari müəllifi olduğunuz filmlər var. Var. Məsələn, onlardan yaxşılarından biri, yaxşılar deyəndə o ayrı seçkili edən biri. Yox, əlbəttə ki, hər bir işin yaradıcı işi. Bilirəm, özünüzə də çox əzizdir. Niyazi haqqında olan film. Niyazi haqqında olan film çox Xəyyam Mirzəzadə. Ömrün səhifələri, belə bir gözəl film. Yer gəlmişin Ömrün səhifələrinin də redaktoru siz idiniz. Bəli, o Ömrün səhifələri də bədii film, redaktoru. Mən orada bir balaca epizodik rolda da çəkilmişəm. Orada film başlayanda açıq havada olan bir restorandır. Təyyarəçilər otururlar, məclisdir, banketdir. Və yuxarı başda mənəm sağlıq deyirəm orada. İmtihası o vaxt mən saqqal deyirdim. Mənim saqqalım var idi. Çox adam idi, baxır, saçım da var idi. Qaraqaş, qaragöz və o lyotni, təyyarəçi paltarında mən orada sağlıq deyirəm. Belə bir film olub, Ömrün səhifələri, yaxşı yadınızdadır. Bilirsiniz, kino, mən bunu çox yerdə demişəm. Çox qəribə bir incəsənətin elə bir növüdür ki, orada onu işləyənlər o sahədə, heç olmasa bir işləyən adam məni başa düşər, bilər. Ona ki, tutuldun o xəstəliyə, o xroniki xəstəlikdir. Ömrünün axırına qədər səniyəndir, sən ondan qutara bilməzsən, heç qutarmaq istəmirsən də. Biz Yusuf Səmədoğlu ilə orada işləmişik. Onda Yusuf baş redaktor idi. Azərbaycan filmi. Mən də ssenari redaksiya heyətinin
O Yusuf baş redaktor, 3 də Yeni redaktör o var. listelərin yeri gəlmişkən, senari müəllifi o idi. O idi. Siz də redaktör idiniz. Mən də redaktör idim. O yazılışında da Yusuf mənə o səhifə oxuyurdu. Epizod yazırdı rəhmətli. Zəng eləyirdi məni, çağırırdı, gedirdim evlərinə. Biz qonşuyduk o evdə. Gedirdim evdə otururdum, oxuyurdum. Mənə deyirdi, intiqam bir səhnədə yazmışam, gördüm necə səhnədir filan. Bəzən o filmə oxşadılar Velikolepnoy Semyorka. O belə bir film var idi, Amerika filmi. filmi. 7 samuraya da oxşadılar. 7 samuraya oxşadılar deyəndə ki, yəni dünya kinematografında belə sujetlər var. Görürsünüz, Japonlar da çəkir, bu da yürüsü. Amma bizimkinin çox maraqlı xüsusiyyəti onda idi ki, 7 oğul istərəm, Velikolepnoy Semyorka. Bu axı Səməd Vurğun, Velikolepnoy Semyorka yox idi o vaxt. Komsomol poeması əsasındadır. Başdan ayağa Komsomol poemasının sujetidir. Amma görün necə gəlib yerinə düşür. Elə mi Səməd Vurğun onları qabaqlayıb. Səməd Vurğun onu yazmışdı 30-cu illərdə. 36-cı ildə yazıb, 34-cü ildə gəliblər hətta. Üstündən 34 il sonra onu Ondan sonra film çəkdilər. Dövr dəyişdi, epoka dəyişdi, şərait dəyişdi. O stilistikanın üslubu Yusuf saxladı. Ona görə ki, o dünya kinosunda qəbul olunmuş bir stildir, üslubdur. O at, çapmaq, orada bir təqib etmələr filanlar. Bunlar sahibisi əlbət ki var, bu qəbul olunan bir şeydir. Və ən maraqlısı da oldu ki, filmin tamaşası qəbul edər. Qəbul edər. Bəyəndi. Bilirsiniz intiqam mən. Küçüyə çıxa bilmirdi o bizim o aktyorlar. Əbdül, sonra rəhmətli Şahmar, sonra nə bilim Rafiq Əzrov. Ya görən kimi belə edirlər. Orada rəssam Elçin Məmmədov çəkilmişdi. Elçin Məmmədovun mənim təklifim nə olmuşdu? Tağzadə bəyəndi onu. O rəhmətli Ələsgər var idi. O da çox maraqlı aktyor idi. Çox maraqlı aktyor var. Elə seçmişdi onu. Mən sizə bir söz deyim. Tofiq Tağzadə Azərbaycan kinosunda xüsusi bir mərhələdir, xüsusi bir simadır. Bu elə belə rejissorlardan... Dəsti xətti ilə seçilir. Səsi ilə, özü o fikir verin, onun filmlərin çox da az deyil onun gözəl filmləri. Azərbaycan kinosu tarixinin bir neçə filminin müəllifidir o. Ən birincisi mən başda onu elə Uzaq Sahillərdə filmi. Uzaq Sahillərdə filmi bugün də baxılır. Siz təsəvvür edin, 57-ci ildə çəkilmiş filmdir. 60 il keçib eşitsin. Mən balaca uşaqdım, onu çəkirdilər, bizim məhəllədə çəkirdilər, onu Targovda. Mən də burada yaşayırdım. Gedirdik tamaşa eləməyə, gecələr onu orada çəkirdilər. Görün, orada da gözəl aktyor seçimi. 7 oğulda da gözəl aktyor seçimi. Dədə Qorqudda da. Yəni, bilirsiniz, rejissor gərək məktəb keçir, o məktəb görmüşdür. Və filmlərin musiqisini demirsiniz? Filmlərin. O birisi də çox yaxşı zövqü var idi. Özü də o... Dost idi, nə mənə? Nəfəsli alətlərdə... İndi pis çıxmasın, nə deyirsiniz, siz cavan uşaq var. Tofiq çox sadə bir, gözəl bir insan idi, Allah rəhmət etsin. Mən də oradan da, mənim də nə yaşım var idi? Mənim bir 26-27 yaşım var idi kino studiyaya gedəndə. O film çəkiləndə də elə 27 yaşım var idi. Mən onun redaktoru oldu. Tofiq Tağzadə mənə dost idi. Bir qardaş kimi idi, taytuş kimi. Tofiqin çox belə yaxşı xüsusiyyətləri var idi. Hətta qulaq asırdı, dinləyə bilirdi. Mən ona sual verdim bir dəfə. Dedim ki, o biri rejissorlar film alırlar ki, əllərinə sinarini götürürlər, filmi başlasınlar. Elə bil ki, döndülər bir dəqiqənin içində oldular padşah. Taxta oturdular. Salamı da zorla alıb verirlər. Sonra o çəkdiyi filmlərin epizodlarını ayrı-ayrı çəkirlər də. Onları göstərməlidirlər redkollegiya. Yayılırlar, istəmirlər göstərsinlər, qısqancdılar filan. Sən dedim, amma belə hamısını göstərirsən, film çəkildikcə hissələri, parçaları. Və qapını da açıq qoyursan, kimdə hətta adi laborantlar orada Prayav üçün, laboratoriyada işləyənlər. Kim keçir, gəlsin, buyurur, keçirlər. Otururlar bir qrafda, baxırlar materiallara. Dedim, bu nədir səndə, niyə belədir? Bu belə yaxşı danışmaq deyil, başı yoxdur. Niyə? Deyib, ona görə ki, nə qədər çox insan baxsa, o baxır, sonra mən deyir, fikir verir, o bir də söz deyir, müəyyən təkliflər edir, mısl, o belə deyir, hər bir mısli olur, yəni bir fikir olur. Deyir, mən onu nəzərə yox, mən sənələri götürsə, dedi, ya, mən onlara qulaq asıram, yaxşılarını götürürəm, istifadə edirəm, hələ film çəkilir axı və gələcəkdə onlar mənə lazım olur o fikirlər. Və axırda deyir, sizdə nə yazırlar? Yazmırlar ki, bu fikir intiqam deyil, bu fikri Yusuf Səmədov deyil. Yazırlar ki,
filmin baş rejissoru, quruluşçu rejissoru Tofiq Tanrızadə deyib, film mənimdir, mənim adımdır. Mən Türklə düz deyirəm. Ağıllı adamdır, doğrudan ağıllı adamdır. Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Mən çox maraqlı adamlardan işləmişəm, sizə deyim. Elə Şamil Mahmudbəyov. Seyid Bəyli ilə işləmişəm. Seyid Bəyli, Şamil Mahmudbəyovla, bəli. Seyid Bəyli ilə işləmişəm. Hətta o Seyid Bəyli bilirsiniz də, iki dildə yazırdı. Rusça da yazırdı, Azərbaycan dilində yazırdı. O ssenarilərini çox Rusça yazırdı. Niyə? Ona görə ki, onlar Moskvaya gedirdi, təsdiq olunmalıydı. O da daha təzdən Azərbaycanca yazsın, Rusçaya o birbaşa Rusça yazırdı. Moskvada oxuyurdular, qəbul edirlər, buraxırdılar istehsala. Və onun bir filmi vardı, O Qızı Tapın. Onun diyaloglarını mən tərcümə eləmişəm. O da mənə dedi, müraciət elədim. Məsələn, o ilə biz o tərcümə üzərində işləyəndə, mən tərcümə eləmişdim, sonra oxuyurduq, bir yerdə baxırdıq, müəyyən düzəlişlər filanlar. Çox maraqlı adam, çox maraqlı və çox gözəl, sadə. İnşallah ona da rəhmət eləsin. Ne yaxşı, sən mənə belə bu insanları bir-bir xatırladırsan, mənə bil ki, ömrümün səhifələrini təzədən bağlayıb yaşayıram. Çünki o, lap qocaman nəsli demirəm də, biraz daha doğrusu tez rəhmətə gedənləri nisbət. Amma ondan sonraki, məsələn, Toğrəlimi, Şamil Mahmudbəyovu, hətta Əjdər İbrahimovu, mən özüm də şəxsən görmüşdüm, ünsiyyətim olmuşdu. Çox maraqlı adamlar idi, həqiqətən. Öz onlar əsl mənada peşəkarlar idi, həqiqətən. Mən indi gözümün qabağına... Şamil Rüstəmbəyov. Rüstəmbəyov, bəli. Şamil... Siz Əlisəttar Atakişiyevlə işləməmişsiniz, Əlisəttarla işləməmişəm. Amma təbii ki... O biraz cəncəl adam idi amma, Allah amma çox böyük sənətkar. O çox böyük sənətkar idi, çox yüksək peşəkar idi. O bilirsiniz də, operator. Bəli. Əvvəli rəssam, sonra operator, bəli. Sonra keçmişdir rejissorluğa və senari müəllifi ilə. Senari müəllifi idi. Universal adam idi. Əgər bizim imkanımız varsa, çox maraqlı bir detal deyim sizə. Onun senarisini bizdə müzakirə edirdik. Bu rejissorların belə bir, operatorların bir xəstəliyi var. Hamısı rejissuraya keçmək istəyirlər. İstəyirlər rejissor olsunlar, bədii film çəksinlər, özləri olsun rejissor. Rejissorlar da istəyir ki, senarini yazsınlar. Bizdə də Yusuf Səmədoğlu bütün o yumuşaqlığına, bütün o ziyalı görkəminə, hər cəhətdən də mədəniyyətinə baxmayaraq öz istədiyini axıra qədər yeridirdi, öz dediyi, öz bildiyini edirdi. Və bu rejissorların da əksəriyyəti axı yazıcı deyirlər, bunların qələmi yoxdur. Bunlar başa düşmürdülər ki, bunu yazıcı yazmalıdır, sən çəkməlisən. Sən sonra yazıcı ilə işləyə bilərsən, amma kökü yazıcıdan gəlməlidir. Bu da senari yazmışdı və o senarisini bir gün qəbul eləmirdi, müzakirəyə qoydular. İndi bədii heyəti yığıblar, bədii şura. Bədii şurada oxuyur senari. Gəldi bir səhifəsində... Rəhməti Adil İskəndərov var. Rusçadır, oxuyur, deyir ki, Div посмотрел на него и рассмеялся. Burada səhifədə xa, üç dəfə olur. Üçüncü xat düşüb səhifəni orada. Div посмотрел на него и рассмеялся. Xa. Çok öldü getdi gülməkdən. Bu belə bir maraqlı adam idi çox. Nəysə, yayındırıram sizə. Yox, Allah eləməsin. İşləyiklə. Azərbaycan jurnalının ədəbi prosesə təsiri, ümumiyyətlə, ittifaqdan da, jurnaldan da sanki adi oxucularda o abubat edirlər, sanki sadəlöf deyək, oxucunun ilk baxışda. Umacaqlarımı deyim, gözləntilərimi deyim, sanki çoxdur. Elə bilirlər ki, bütün bu prosesin episentrində, mərkəzində sanki ya jurnal dayanır, ya ittifaq dayanır. Amma mən düşünürəm ki, siz o fikirdə deyilsiniz, o qənaətdə deyilsiniz. Yox, ona görə o fikirdə, tək ona görə yox ki, mən jurnalda işləyirəm və özümü qırağa çəkmək istəyirəm. Və mən bu Yazıçılar İttifaqı Birliyin heyətindəyəm və mən burada deyirəm də, uşaqlıqdan olmuşam, buranın təəssübünü çəkəm, qətiyyən yox. Sadəcə olaraq bir balaca, soyuqqanlı düşünən adam özü başa düşə bilər ki, bu qələm deyilən şey ki var insanın əlində, indi də tutaq ki, klaviş, oturub kompüterə yazılır. Bu sənin barmaqlarının altındadır. Sənin beyninlə o barmaqların
arasında əlaqə var, beynin diktəsi var. Sən o beynimin dediyi, ürəyindən axıb beynindən süzgəcdən keçib tökülən sözləri, tökülən fikirləri yazırsan. Bax, biz oturmuşuq yazırıq və yaxud qələmlə yazırıq. Burada kim iştirak edə bilər? Mən sənin yazdığın yazıda iştirak edə bilərəmmi? Belə onu deyəcəkdim ki, kənar yəni necə müdaxilə? Yəni bu şairdir. Bunun ki, ədəbiyyat hər kəsin öz masası arxasında yaranır. Ayrı-ayrı fərdlərin masasının arxasında yaranır. Bu bir mənalıdır. Buna qarşı heç kim heç bir söz deyə bilməz. Etiraz da edə bilməz. Bir də təkrar edirəm. Ədəbiyyat hər bir fərdi yaradıcılığıdır, onun fərdi məhsuludur və o yazıya heç kimin müdaxiləsi ola bilməz və olsa da yalnız ziyanlı ola bilər. Mən redaktor kimi hətta bunu deyirəm. Ona görə redaktorla da indi biz ondan danışarıq lazım gəlsə. O özü də çox həssas bir işdir və xüsusi belə incəlik və xüsusi münasibət tələb edən bir işdir. Yəni, ədəbiyyatı ayrı-ayrı şəxslər yaradır. Deyəndə ki, yazıçılıq və ədəbiyyatın inkişafında və inkişafına dolayı yolla təsir edə bilər. O da necə təsir edə bilər? Öz orqanları vasitəsilə. Məsələn, jurnalın da ola bilər təsiri. Necə? Amma, necə? Jurnal ədəbiyyat yaratmayacaq. Jurnal sadəcə olaraq bir məkandır. Elə bil ki, bir emalatxanadır, laboratoriyadır. Və burada siz də gəlirsiniz, mən də gəlirəm. Burada öz yaradıcılıq məhsullarımızı yanaşı qoyuruq. Və biz bir-birimizlə sanki bir növ yarışa da çıxırıq burada, özümüzdən asılı olmayaraq. Bu, belə bir proses gedir. Əgər ümumiyyətlə mühitdə ayrı-ayrı fərd yazıçılar, Əlilər, Vəlilər, Rəşadlar, Hüseynlər yoxdursa, Anarlar, Elçinlər yoxdursa, Çingiz Abdullayevlər yoxdursa, ayrı-ayrı fərdlər, yazıcılar yoxdursa, sən neyniysən elə onları yarada bilməzsən. Onlar özləri yetişiblər. Sən yalnız onların yanında yeni nəslə bir növ, necə deyim sizə, sərgi göstərə bilərsiniz, nümunə göstərə bilərsiniz. Onların yaradıcılığına bu yolla təsir edə bilər, başqa yolla yox. Heç kimə nə yazmaq öyrədə bilər, nə də pozmaq. Mənim işlədiyim redaktorlar ki var, mən bura gələndə işləmişəm dedim sizə, az bir müddət Hüseyin Abbaszadəyə, sonra İsmail Şıxlı, sonra Əkrəm Əynisli. Mənim bəxtim gətirib. Mən çox ciddi ədəbiyyat adamları ilə işləmişəm və bunların redaktorasına mən heç bir iradım, qeydim ola bilməz. Mən bir şeyi bütün bu illər ərzində, əziz dostlarım, hiss elədim ki, bir adamın ki, ürəyində xıltı olan, bir adamın ki, başqasının yazısına qısqancılığı olan, özündən asılı və ya qeyri-asılı, bu bəzən qeyri-asılı da olur, özü heç hiss eləmir ki, bu belədir. O adam redaktor ola bilməz və olmamalıdır. O ziyan vura bilər. Bax, ədəbiyyata ziyan vurmaq olar. Yaxşı sözdür. Mən nümunələr bilirəm bizim mətbuatımızın tarixində ki... O yəni xəbisliyindən. Bəli, və yaxud qısqanclıqdan. Xəbislik də var, qısqanclıq bir bəzi fərqlidirlər, amma o da olur. Məsələn, mən adam tanıyıram ki, 10 ilə yaxın bir orqanda, bir mətbuatda redaktor olub, o devirdə özünün işlədiyi janrda bir əsər çap eləməyib, fərri əsər çap eləməyib. Yaranmamışdı fərri əsər, yaranırdı. O sadəcə olaraq qəbul edə bilmirdi. Yəni, bu janrdan mənəm. Bu janrdan mənəm. Sən çəkirdi də? Hə, heç istəmirdik də, başqaları olsun. Yaxına heç kim gəlmir. Belə adamları redaktor olmağı cinayətdir. Redaktor o adam olmalıdır ki, inanın mənə. Redaktor, məni bilirsiniz nə məhv elədi? Mənim yazıdan, pozudan, öz yazılarımdan, yəni az yazmağıma səbəb olan oldu ki, mən jurnala özümü həsr elədim. Redaktor da o adam olmalıdır ki, mən demirəm, məndən başqa olmasın, olsun. Amma o şəxsiyyətlər olsun, o şəxslər olsun ki, onlar özünü bu işə həsr etməyə hazırdılar. Öz yazıları hesabına olsa belə buna hazır olmalıdırlar. Sən sevinməlisən. Başqasının yazısını, inanın, mən şəxsən beləyəm və belə də olmalıdır mənə gəlir. Mən bir gözəl povest oxuyanda baxıram, görürəm ki, Məmməd Oruc gözəl bir povest yazır. Mən bilirəm, bunu mən yazmışam.
Əsirəm onun Doğma üstündə. gəlirdi. Onun redaktə eləməyə bəzən çox da ciddi ehtiyacı olmasa da, onu çalışıram, heç olmasa korrekturasını zaten o qədər təmiz eləyək, o qədər gözəl eləyək ki, onun heç bir xal, belə iynənin ucu qədər də bir xal olmasın, orada bir ləkə olmasın, heç nə qalmasın. Onu görə ki, bu gözəl bir əsər yaradıb qoyur. Onu biz araya çıxardırıq, oxucunun qarşısına oxucuya təhlil veririk oxumağa, qoy bu gözəl olsun. Yəni, bax bu sevgi ilə, bu məhəbbətlə. Sözünüzə qüvvət, bayaq dediniz, yəni olmuş bir şeydə bu yaxınlarda bildim ki, Sabaha İsmarış əsəri ki, işığızı görüb, mən də oxumuşdum Vidadi Babanlının. Yəni mən bildim ki, o bir əziyyətlə Vidadi müəllimin, Allah ömür versin, axarıncı olsun, bundan sonra da təki yazsın, amma özünün fiziki cəhətdən, bu imkansız vaxtındakı o diktə ilə bu əsəri yazır. Bu açıq deyildi, yəni... Amma onun o belə deyək... Gözünün nurunu itirir, gözü görmür. Ona diktə eləyib, diktə ilə bunu qızı və buna qulluq eləyən o xanım, medsestra, tibb bacısı, bunlar qələmə alırlar. Bir hissəsini o, hansı əlinə düşüb ona diktə eləyir. Bəli, bəli. Amma onu ətə qana gətirən də başda siz olmalı. Ətə qana gətirmək yox. Biz onu təmizləyək. Yəni niyə? Ona görə ki, bax siz görürsünüz, həm qızına diktə eləyib, həm iki adama. İstər istəməz, ayrı-ayrı vaxtlarda fürsət kimi olub, o ilə işləyir. Axırda bu özü görməyib, özü materiala təzdən qayıdıb ola bilir, orada təkrarlar ola bilir filan. Və bütün bunların hamısını redaksiya təmizləmək. Yəni o yaxşı mənada o təmizləmə işini aparmaq. Və biz onu daradıq, əməlli başlı daradıq və halal xoşu olsun. Və sonra da gördük ki, oxucuların rəyi, siz də mənə demişsiniz bu barədə ki, fikir pis deyil, yaxşıdır. Yaxşıdır, doğru. Nizami Cəfərovdur, o fikirdədir, o da mənə dedi ki, çox yaxşı alınıb əsər filan, Vidadi müəllim bu yaşında filan. Biz o Nizami ilə çox yaxınıq. Mən də ona sizə danışdığım kimi danışdım. Dedi, Allah sizdən razı olsun ki, onun bu qoca vaxtında siz imtina etməmişsiniz. Siz orada yaxşı şeylər, həyati şeylər çox gördünüz və onların xətrinə siz bu zəhmətə qatlaşmışsınız. Sizin ana tərəfiniz Şuşadandır və bilirəm ki, siz özünüzün nədənsə daha çox elə Qarabağlı hesab edirsiniz. 60%. Ona görə ki, 50% atam Bakılıdır, 50% anam Şuşalıdır, bunlar təmiz. O Şuşalıdır, bu da təmiz Bakılıdır. Amma mən Şuşada anan olmuşam və orada əyəm açmışam, orada yermişəm, oranın havası ilə, oranın suyu ilə böyümüşəm. Və ona görə də mən atamın payından 10% çıxdım, gəldim, Şuşanın üstünə atdım. Şuşa işğaldan azad olunanda nə hisslər keçirdiniz? O hissi mən sizə söz tapdım. Ötən il getdiniz də yəqin ki, 2 dəfə getmişsiniz. Mən Karı Bülbül Festivalında. Mən təsəvvür edirəm sizin sevincinizi. Mən getdim, bizim evi axıra, evimizi tapmadım. Uzun müddət tapmadım, xeyli. Gəzdim, bir dəfə tapmadım, tədbirə getdim. Sonra tədbirdən sonra bir də getdim, axırı çox çətinliklə tapdım. Mən onu yazmışam, bizim Azərbaycan jurnalının 2000-ci il nüsxəsində, 2001 keçən ilki nüsxəsində, 6-7-ci nömrədə. Orada mənim Şuşanın dolayları var, orada mən onu yazmışam. Çox ağırlı bir şey oldu mənim həyatımdakı. Mən o bizim həyəti, babamın həyətini gördüm. Orada tamam o tikan, kol basmış, böyütkan kolları, cürbəcür yalan şeylər, bitkilər falanlar. Və bir nişana var qalmışdı vaxtilə orada. Ben sonralar həmişə gedirdim Şuşaya. Hər il mən Şuşaya gedirdim. Yayda istirahət etsəm də orada, etməsəm də, yayda istirahət etsəm də genə də payızda gedirdim. Payızda mənim Şuşaya getməyim var idi. Mən tək gedirdim Şuşaya, mən Şuşanın havasını çəkirdim ciyərlərimə, rahatlanırdım. Gedirdim İsəblağında üzümü yiyirdim, bir-iki qurtum da əlimə tutub İsəblağından su içirdim. Bazardan armud alıb, gedib otururdum cıdır üzündə, o qayaların üstündə, üzü daş altına, əlimdə balaca cib bıçağı, armuddan dilim-dilim eləyib, yiyib, təbiətə baxırdım, ləzzət alırdım. Bu mənim belə bir rejimim var idi. Bu rejimlə mən yaşayırdım. Və sonra bu rejimi qırdılar, alçaq ermənilər. Və birdən bu xəbər, birdən bu müharibə və deyəndə ki, artıq Şuşa azaddır. İnanırsınız, heç bilmirdim mən. Bu elə bir hissdir ki, mesela bizim prezidentimiz Şuşalıdır ki, ne olsun?
Amma prezidentimiz gördünüz, o qəhərləndi, boğuldu o sevincindən. Atasına raport verdi, atasına məlumat verdi ki, ata, mən azad etdim Şuşanı, biz azad etdik Şuşanı, Şuşa azaddır. O dəhşət idi o da. İndi mən deyirəm, mən yenə də tükərimiz olur. Nə hissdir, o qələmə alınması deyiləsi hissdir. Amma mən Şuşanın dolaylarında çalışmışam bunu. Hansı bir yollansa olsun qələmə alın da deyirlər ki, deyəsən, bacarmışam. Yəqin ki. Təriflədim özümü görürsən. Axırı məcbur elədi sən. Yox. İndi Allah şükür da torpaq deyir, öz yəsinə qayıdıbdır. Yəni, inşallah orada təzədən həyat bərpa olunacaq, qaynayacaq Allahın köməkliyi ilə. Elə biraz da biz də Nikbin notlarla söhbətimizi bitirək ki, qarşıda gələn il. Başqa yubileylər demirəm, mən az 2 yubiley var sizə aidiyyət olan. Biri öz yubileyinizdir inşallah, 80 illik. Bir də jurnalın 100 illiyi. Mən Nikbinəm ki, inşallah siz 100 illik yubileyi də elə iş başında qarşılayacaqsınız, öz yubileyinizi də. Allahın əlindədir, ya qismət. Amma mən bir şey istəyirəm ki, fürsətdən istifadə edeyim, imkanımız varsa, vaxtımız varsa. Bir şey deyimsə ki, 100 illik yubileyi Azərbaycan jurnalının 100 illik yubileyi. Bu, mən özümə görə demirəm, mən kiməm? Bu jurnal özü bir tarixdir. Özlər Azərbaycanın bütün bayaqda siz də sadaladınız. Siz sadalayana qədər də deyim ki, demək olar bizim bütün görkəmli yazıçılarımız, ədəbiyyat şünaslarımız bu jurnalın rəhbərliyində də olub. Ümumiyyətlə bu jurnalın səhifələrindən də düşməyiblər. Bilirsiniz, Məmməd Arifdən belə, Əliyevdən belə, Əbül Həsəndən belə, İsmail Şıxlının hamı burada rəhbərlik işləyir. Mehseyndən belə. Bilirsiniz, bu Azərbaycan mətbuatı tarixindən xəbəri olanlar bilir və təsdiq edirlər. Xüsusi bir yeri olan? Bu, xüsusi yeri yox, bu yeganə jurnaldır, 100 yaşlı jurnaldır. Belə ikinci bir mətbu oradan yoxdur Azərbaycanda bugün ki, onun 100 yaşı olsun və o bir ay belə fasilə verməsin. Yəni, bir ay fasilə verə bilərdi. Yəni, bir il olmayıb ki, çıxmasın. Yəni, var, bizim mətbuat tariximizdə var ki, məsələn, elə qəzetlər var ki, onlar, məsələn, bir 10 il çıxıblar inqilabdan əvvəl, sonra bir 70 il çıxmayıb, sonra elə həmən adda davam edir çıxmalar. Məsələn, olan da öz yaşlarının üstünə gəlirlər. O, mən bilməm, nə qədər düzdür. Mən özümüzü deyə bilərəm. Azərbaycan jurnalı yarandığı gündən bu günə kimi hər il çıxıb, elə il olmayıb ki, hətta müharibə illərində, 2-ci Dünya müharibəsi illərində, 41-45 müharibəsi illərində də vətən uğrunda adı ilə çıxıb. Yəni, zaman-zaman bu adın dəyişə gəlir, bilirsiniz də, Maarif və Mədəniyyət, sonra İnqilab və Mədəniyyət, sonra Revolüsiya, Kultura, hətta belə bir eybəcər ad vaxtı ilə qoyublar jurnala. Ondan sonra yenə Maarif və Mədəniyyət, vətən uğrunda və sonra da Səməd Vurğun 53-cü ildə təklif edib ki, gəlin bu jurnalımızın adını biz qoyaq bir dəfə, Azərbaycan jurnalı. Deməli, əslində tam Azərbaycan adı ilə gələn il 70-dir. Amma bütövlükdə götürəndə 100. Sizin də inşallah 80-dir olacaq. Mənim də Allahın əlindədir. Jurnalın yaşı 100 olacaq. Mənim yaşım 80 olacaq, olmayacaq, Allahın əlindədir. Allah bu nəzib işlə məşğul adamı da yəqin yardımcı olar, öz yubileyini də görməyi nəsib eləyər. İnşallah. Mən etiraz edirəm. Təşəkkür edirik ki, çox sağ olun, bu diqqət ayırdınız. Mən də sizdən çox razıyam, sizə təşəkkür edirəm ki, siz də diqqət verdiniz mənə. Mənə imkan yaratdınız ki, əsasən biraz kinomuzu xatırladıq, biraz televiziyamızı xatırladıq, biraz da Azərbaycan jurnalını, ona görə ki, Azərbaycan jurnalı müqəddəs bir yerdir. Bu müqəddəs yerə gələk, layiqi qiyməti verirlər. Mənə yox ha, jurnala qiymət verirlər. Mən bunu dönə-dönə hər dəfə xüsusi qeyd edirəm. Mənə qiymət verməmək olar. Məndən də inciyərəm də, biraz gedərəm, nə bilim, küsərəm. Amma sabah yenə gələrəm işə. Ona görə ki, mən işimi, peşəmi, sənətimi və jurnalımı sevirəm. Allah bu sevginizi, necə deyirlər sizə, sizdən almasın, bizə də çox görməsin. İnşallah ki, elə belə də davam edir. Çox sağ olun, çox sağ olun. Minnətdarım, sağ olun. Növbəti deyil, fürsətdə görüşənə də. İnşallah. Əziz izləyicilər, belə ilə daha bir verilişimiz sona yetdi. İnanıram ki, söhbətimiz maraqlı oldu. Verilişlərimizə baxmağı, bəyənməyi, fikir və təkliflərinizi yazmağı unutmayın.
Allah mandı.